Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə lal ördəklər haqqında danışmaq, yəni bir çox belə deyərdim verilən suallara cavab vermək. Lal ördəyimiz bir yerdə, məsələn 2 dənə 3 dənə ördəkdirlərsə, bir yerdə yumurtlayırlarsa və bir yerdə də kürt yatırlar, onları biz necə eləyək yerlərini, yəni ayıraq, necə edək, o haqda danışıb belə deyərdim məlumat vermək istərdim. Deməli əziz izləyicilər, bilirsiniz ki, bu lal ördəklər belə ördəkdir də, yəni yerini bir damcı dəyişdin, küsə bilərlər. Ona görə biraz bunlarla ehtiyatlı olmaq lazımdır. Yəni diqqət yetirməkdə onlara ki, bir yerdə yumurtlamaz, ancaq onlar da belə deyim heyvandır və düşünmürlər nə etmək lazımdır, nədir. Bax indi bizdə biri yatıbdır. Deməli əziz izləyicilər, görürsüz bax orada da yumurtalar var. Deməli ikisi burada yumurtlayırdı. Əgər sizdə elə bir hallar olursa, məsəl üçün belə bir yer hazırlayırsınız, 3 dənə zət ördəkdir, üçünə də ayrı-ayrı yer hazırlayırsınız və deyirsiniz ki, indi hərəsi bir yerdə yumurtlayacaq, ancaq bir də görürsünüz ki, ikisi bir yerdə yumurtlayır. Onda nə etmək lazımdır? O ikisindən biri yerləri yumurtayla dolur, anda yatacaqdır. Yatmamışdan öncə belə deyək də, misal üçün yumurtayıblar, 2 ördək yumurtayıb, 7 biri, 8 biri, 15 dənə yumurtadır. O 15 dənə yumurtadan siz 6-sını, 7-sini götürsüz, başqa yerə qoyursunuz. Da belə yerlərə qoyursunuz ki, ördəklər o birisilər hansı ki, məsələn ikisi yumurtdur da, gəlsin, görsün ki, məsələn burada biri yatırsa, o getsin o biri yerdə yatsın və o yerə meylini salsın. Çünki ördək yumurtadan çox belə deyim yerə bağlı olur. Onu biraz bu lal ördəklərdə yerini biraz dəyişəndə küsür yumurtlamır. Ona görə də onlardan əvvəldən ehtiyatlı olmaq lazımdır. Və yumurtanın yarısını elə bil ki, bu biri tərəfə yığırsınız ki, o görsün orada yatan var. Ora girənməsin, getsin o biri tərəfdə yumurtasın. Ancaq belə bir şey olmadı. Elə məsələn 7 dənə qoyursunuz, elə görürsünüz, elə orada 7 dənə, amma burada yenə çoxalır. Yenə hər gün dəyiş, götürün bu üzə qoyun. Bir dənə, 2 dənə qoyun ki, qoy orada şey olsun. Həm bu sizə xeyirdir ki, burada görəcəklər ki, yer yumurta dolmur. Məsələn 7-də 8-dən başlayacaqlar yaxşı yumurtlamağa, yəni çoxalacaqdır. Bu biri tərəfdə də həmən kimi artacaqdır. Məsələn, gündə birini bura qoyacaqsınız, elə bil ki, sanki bu birisi burada, ikisi də burada yumurtlayan, biri elə bir burada yumurtlayır. Və belə yığılacaq, məsələn 15 dənə burada yığılacaq, nə bilim 17-dən baxır da ördəyin çox yumurtlamağına, az yumurtlamağına və məsələn 10-15 dənə də burada yığılacaqdır. Və sabahsı günü bunlardan biri başlayacaq, bax belə görürsünüz, bizdə biri yatıbdır, tükünü beləcə töküb və başlayacaqdır yatmağa. O yatanda nə edirsiniz? Onlar elə bil ki, saat 5-də 6-da yumurtlayır da. Axşam 7-ciz elədiniz və bu birisi yatır da burada. Bunun qabağına bir taxtadan mı deyim, setkadan mı deyim, nəsə qoyursunuz ki, o birisi ora girənməsin. Bu birisi burada yerindəcə yatır və o qabağına setka qoyursunuz, o normal yatır da. Setka qoyursunuz, taxta qoyursunuz, beləcə də qabağına daşlar girənməsin. Yəni elə yer qarısınız ki, ora girənməsin. Və o birisi ördək gələcək, görəcək ora bağlıdır və bu biri tərəfdə görəcək yumurtalar var, başlayacaqdır bu biri tərəfdə həm yumurtlamağa, sabahsı gündə kürt yatanda orada yatacaqdır. Yəni o düşünəcək ki, onun yeri, burada yumurtladığı yer buradadır və belə yatacaqdır. Ancaq ki, ikisi bir yerdə yatıbdırsa, yəni bunu heç vaxt eləməyib. Belə deyək də, ikisi bir yerdə yatıbdırsa, siz də məsəl üçün 30 dənə yumurta yığılıbsa, 15-15-i bura qoyacaqsınızsa, o ördəyi də götürüb bura qoyacaq və düşünəcək sizə yatacaq, o çox vaxt elə yatmır. Onu ya gərək qaranlıqda yerini dəyişəsiniz, yəni zil qaranlıqda yumurtaları elə qoyasınız, o birisi ördəyi də çıxardıb bura qoyasınız və bunun yenə də qabağını örtməlisiniz ki, o biri tərəfə getməsin. Yəni ikisi bir yerdə yatdılarsa, eyni gündə kürt yatıblarsa, onları ancaq eləmək. Belə bir yer qayırıb və axşam vaxtı da onu dediyim kimi elə eləyirsiniz, yəni götürürsünüz, qoyursunuz bu birisi yumurtaların üstünə və bunun ağzını örtürsünüz. Sabahsı günü o durub, bu üzə gələndə görsün ki, bağlıdır, yer zat yoxdur, məcburiyyət qarşısına qalsın, belə deyim, orada yatsın. Amma kaprizli ördək ola bilər. Yəni deyim ki, hamısı eləyəcək, yox. Elə eləyənlər olur. Çünki mən eləmişəm, olubdur. Amma ördək kaprizli ola bilər, yatmaya da bilər. O biri yerə. Gördünüz ki, yatmır, atsız yeri girir, bu birisinin yanında yenə yatır.
bu birisinin yerində yatanda axşam bu birinin yerini dəyişsin. Bəlkə biri kaprizlidir, o birisi kaprizlidir. O biri ördəyi dəyişsiz bu yerə və yenə bunun ağzını örtüsüz. Bu burada qalır. Yəni çıxıb sabahsı günü çıxanda yeməyə zada görəcək ki, bura bağlıdır və bu məcbur qalıb burada yatacaqdır. Elə ördəklər var. Amma bunlar lal ördəklər çox vaxtı belə deyim kaprizli olur. Bax belə eləyirsin. Bəzən deyəcək ki, biz heç məsələn dama 3 dənə, 4 dənə şey qoymuşuq, ona nə təkər. O təkərin içində yumurtlayıblar. Onları necə eləyək? Belə bax məsəl üçün setkalar zad olur da əziz izləyicilər. O hası ki yatıbdı, onun üstünə belə setka qoysunuz və ördək girə bilmir də. Yəni üstü zadı örtülü bir setkadır. Və böyründə də yer qalsın. O baxacaq ki, bura girmək olmur, o məcbur qalıb bu birisi yerdə yatacaqdır. Ancaq yenə deyirəm ördəkdən asılıdır. Ördək kaprizli oldu. Onu apar, onun da şey yoxdur. Yəni beynində nə var, o da olacaqdır. Yəni bax belə olur. Bir də əziz izləyicə bir abunətim yazmışdı ki, ördəklərimiz yumurtadır, ancaq yatmadı lal ördəyimiz. Biri yumurtayırdı, amma sonra yatmadı. Bu nədəndir, səbəbi nədir? Əziz izləyicilər, ola bilər ki, onun nə isə bundan ümumiyyətcə biz necədir? Baş qoşmaq lazım deyil. Öz başına buraxmaq lazımdır. Özləri yumurtasını yatsın. Yumurtasına əl dəydi. O gördü ki, onun yerinə baxsız eləyirsiniz və belə küsəcəkdir. Ona görə bunları başlı başına buraxmaq lazımdır ki, şey olsun da, yəni necə deyim, şey eləməsinlər. Yəni öz aləmlərində olsunlar, özləri şey etsin. Ola bilər ki, o küsüfdür, ya onu nəsə incidibdir, yerində stol zad olubdur, onu küstürüb, eləyib, qorxuzubdur, ona görə yatmır. Yəni bir çox səbəblərdən ola bilər. Əgər yatmırsa, onun başına güllə atsan da şey olmayacaq. Yəni yumurtasını başqa ördəyin zadının altına qoyun, qoyur, elə çıxarsın. Yəni bax bu səbəblərdən belə şeylər olur. Ona görə lal ördəyə biraz belə deyək, kaprizli ördəkdir. Ona görə şey eləmək lazımdır. Yəni bax məndə də görürsüz, burada biri yatıbdır, o birisilər də yumurtayır. İnşallah may ayının belə deyək də axırına zada balalar olacaqdır. 25-nə zada. Kim istəsə əlaqə saxlayar, yəni Gəncədə və Gəncəbasar ətrafında, yəni belə deyək də o digər uzaq rayonlara yollamaq olmur. Ancaq belə gəlib, məsələn, Goranboydan, Samuqdan, Xanlardan, nə bilim, Şəmkirdən, Daşkəsəndən belə yaxın yerlərdən maşınla gəlib götürə bilərlər. Yəni bax belə ördək balalarımız odur. Çünki bir çox abunəçilərimiz yazır ki, ördək istəyirik, düzdür. Çıxanda heç az istəmir, bazarda satıram, alverçiyə verirəm. Ancaq olmayanda hamı istəyir. Ona görə yadınıza saxlayın, mayın 25-dən sonra olacaqdır ördəklər. Təbii ki, sifariş verə bilərsiniz. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videomuza like qoyun. Sağ olun, salamat qalın.